Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Gəlin bugün ingilis dilində hamımızın qarşılaşa biləcəyi 3 əsas fe'ldən danışaq. Hansı ki, hər birinin mənası baxmaq, görmək mənasındadır, amma kontekstə uyğun olaraq təbii ki, dəyişir. İndi baxaq hansı fe'llərdir bunlar? Look, watch və see fe'lləridir ki, bunların mənası bəs fərqi nədir? İlk növbədə gəlin look fe'li ilə tanış olaq. Hansı ki, bunun mənası gözlərimizi məqsədyönlü şəkildə nəyəsə yönəldirik. Baxın, bu fe'ldən danışırıq. Özündən sonra obyekt gətirirsə ət sözünü işlədəcəyik. Ümumiyyətlə gözümüzü, yəni şuurlu şəkildə bir nöqtəyə yönəltdiyimiz zaman look fe'lindən istifadə edirik. Məsələn, deyə bilərik ki, dostumuza şəklə bax və məsələn look at this picture. Yəni bu zaman biz look'dan istifadə etdik. Nümunələrdə də görürük. Məsələn, she looked at him and smiled. O ona baxdı, yəni baxır, nəzər yetirir və gülümsədi mənasında. Deməli, nümunələrdən birinə toxunduq. Digər nümunələrdə özünüz baxarsınız və gələk ikinci fe'limizə, hansı ki watch fe'lidir. Bu fe'l bəs nə zaman işlənilir? Bir müddət ərzində nəyəsə baxmaq, yəni zamanla dəyişən nəyəsə diqqət etməyimiz, izləməyimiz nəzərdə tutulur. Məsələn, televizora baxmaq, filmə baxmaq, futbol oyununa baxmaq. Yəni bu zaman biz bu fe'ldən istifadə edəcəyik. Məsələn, tutaq ki, nümunələrdən birinə yenə də diqqət yetirək. We watched a movie last night. Biz ötən gecə deməli filmə baxdıq. Bu zaman biz deməli filmə, yəni televizorda baxdığımızı göstərdiyimiz üçün məhz watchdan istifadə edirik. Növbəti deməli fe'limiz bəs nədir? See fe'lidir ki, hansı ki nəyisə gözlərimizlə təbii şəkildə fərq edirik. Yəni qarşımıza çıxan nələrisə görmək mənasındadır. Məsələn, pəncərədən baxıb müşahidə edirik və yaxud tutaq ki, soruşuruq ki, açarlarım hardadır və yaxud mənim açarlarımı görübsən mənasında do you see my keys məsələn sual veririk. Burada görmək, ümumiyyətlə gözlə müşahidə etmək mənasında məhz see fe'lindən istifadə edəcəyik. İndi nümunələrə özünüz də diqqət yetirərsiniz. Gəlin sizin üçün belə bir tapşırıq verim. Yazın görək, mən hər gün Instagram videolarına baxıram mənasında məhz bu fe'llərdən hansını işlətməliyik, özünüz yazıb kommentlərdə də qeyd edə bilərsiniz. Sağ olun əziz izləyicilər, özünüzə yaxşı baxın. Növbəti dərs izahlarında görüşəndək sağ olun.